Salam uşaqlar. 7-ci sinif 1-ci hissə dərsi ilə davam edəcəyik. Son dərsimiz olaraq çiçəkli bitkilərin, yəni daha doğrusu bundan əvvəlki dərsimiz gövdəni izah elədim. Çiçəkli bitkilərin vegetativ orqanlarından. Bu gün də çiçəkli bitkilərin orqanları, yarpaq mövzusunu izah eləyəcəm. Yarpaqlardan sadə yarpaq, mürəkkəb yarpaqlar, yarpaq düzülüşü, yarpaq damarlaması haqqında sizə məlumat verəcəm. Gəlin ilk öncə bu hissəyə baxaq, mavi rəngli göstərilən hissəyə. Deyir ki, deməli, ölçüsünə görə ən iri yarpaqlı bitki Amazon çayında yetişən nəhəng su zanbağıdır. Bax, bu bitkidən söhbət gedir. Bu nəhəng su zanbağıdır. Diametri 2 metrə qədər olan bu yarpaqlar 40-50 kiloqrama qədər ağırlığa tab gətirə bilir. Rafya palmasının yarpaqlarının uzunluğu, yəni bu məlumatları yadınızda saxlayın. Rafya palması budur. Rafya palmasının yarpaqlarının uzunluğu 25 metrə çatır. Bataqlıq sugülü bitkisinin bu bitki. Yarpaqlarının eni və uzunluğu təqribən 3-4 mm-dir. Ölçülərinin müxtəlifliyinə baxmayaraq bütün bitkilərin yarpaqları oxşar funksiyalar yerinə yetirir. Baxın, yarpaqlar eyni ölçüdə olmur. Dediyimiz kimi böyük yarpaqlar da var, kiçik yarpaqlar da var. Amma ölçü müxtəlif olsa da bu yarpaqların oxşar funksiyaları vardır. İndi gəlin tanış olaq görək yarpaq hansı funksiyanı yerinə yetirir? Nə üçün bitkidə yarpaq var? Nə üçün olmalıdır? Gəlin baxaq. Deməli, yarpaq zoğdan inkişaf edən vegetativ orqandır. Yarpaq zoğdan inkişaf edən vegetativ orqandır. Zoğ nə idi? Zoğ gövdə idi da, elə deyil. Deməli, yarpaq əslində gövdədən inkişaf edir. Bəs yarpağın funksiyaları nə oldu? O bitkidə fotosintez funksiyasını yerinə yetirir və suyun buxarlanması kimi, transpirasiya kimi mühüm funksiyaları yerinə yetirir. Əksər bitkilərin yarpaqları yaşıl rəngdə olur. Yarpaq özü hansı hissələrdən ibarətdir? Yarpaq ayasından, bax bu daha doğrusu yarpaq ayasından və yarpaq saplağından təşkil edilmişdir. Yarpaq ayasından və yarpaq saplağından təşkil edilmişdir. Bu yarpaq ayası əksər bitkilərdə saplaq vasitəsilə zoğa birləşir. Baxın, yarpağın ayası saplaq vasitəsilə gövdəyə, zoğa birləşir. Həmin o saplağın əsas funksiyası yarpağı işığa çıxarmaq və maddələrin hərəkətini təmin etməkdir. Yəni bu saplaq hissəsi o yana bu yana əyilir, işıq hansı tərəfdədirsə, yəni yarpağı işığa çıxardır. Qərənfil, buğda, aloe kimi bəzi bitkilərdə yarpaq saplağı olmur. Qərənfil, buğda və aloe kimi bəzi bitkilərdə yarpaq saplağı olmur. Yəni bu hissə yoxdur onlarda. Belə yarpaqlar oturaq yarpaqlar adlanır. Oturaq yarpaqlar, baxın burada şəkil də göstərilib. Deməli, oturaq yarpaqlarda yarpaq saplağı olmayan, birbaşa fikir verin, birbaşa gövdəyə birləşib. Yəni belə bu şəkildə deyil. Burası yoxdur. Birbaşa gövdəyə birləşib oturmuş vəziyyətdədir. Yarpaq ayası uc, qayda və kənarlarına görə müxtəlif formalarda olur. Baxın, bura fikir verin. Aya kənarlarının müxtəlifliyinə görə, baxın, belə dilim formasında olan yarpaqlarımız var. Görürsünüz, yəni müxtəlif formalardadır. Kəsik formasında, dilim formasında olan yarpaqlar var. Aya uclarının müxtəlifliyinə görə. Bir saniyə. Yarpaq ayasının uclarına, yəni uclarına baxın. Sanki burada üç bucağa oxşuyur. Biraz daha qövs şəklində əyilmiş forma var. Biraz daha yarım dairə formasında var. Yəni bu həmin o yarpaq ayalarının uc formalarına görədir. Bir də ki, ayanın qayda hissəsinin müxtəlifliyinə gəldikdə, yəni yarpağın aşağı hissəsinin müxtəlifliyinə gəldikdə burada fikir versəz, yenə də aşağı hissə üç bucaq formasında və yaxud da ki, yumru, oval, dairə formasında olanlar var. Bunlara da fikir verin. İndi gəldik yarpaq damarlanması. Yarpaq ayası boyunca müxtəlif istiqamətlərdə damarlar müşahidə olunur. Baxın, şəkildə də görürsünüz. Burada bax bu hissələr var ha. Bunlar yarpağın damarlarıdır. Həmin yarpaq damarları hansı funksiyanı yerinə yetirir? Su və qida maddələrinin daşınmasında iştirak edir. Eyni zamanda dayaq funksiyasını yerinə yetirir. Yəni buradakı yarpağın belə şax durmasının səbəbi həmin bu damarlardır ki, onu əyilməyə qoymur. Yəni onu şax saxlayır. Bitkilərdə müxtəlif damarlanma növü ayırd edilir. Bitkilərdə iki cür damarlanma vardır. Paralel damarlanma, bir də ki, qövsvari damarlanma mövcuddur. Paralel damarlanma bilirsiniz ki, yəni bu şəkildə. Paralel formada damarlanmadır. İri damarlar yarpaq ayasında bir-birinə paralel yerləşir. Belə damarlanma buğda, qamış kimi bitkilərin yarpaqlarında müşahidə olunur. Əsasən yəni ki, taxıl bitkilərində. Davam edək. Bax, burada da paralel damarlanmanı görürsünüz. Yarpaq görürsünüz, paralel formadadır. Burada isə torvari, digər damarlanmada torvari damarlanmadır.
Torvari damarlanma çinardır, üzümdür, palıddır, əncirdir. Bu bitkilərin yarpaqlarında torvari damarlanma məxsusdur. Bu halda damarlar yarpaq ayasında tor şəklində, baxın sanki tora oxşur, yəni qarışıq bir tor şəbəkəsi əmələ gətirib tora oxşur. Saplaq üzərində müxtəlif sayda yarpaq ayası ola bilər. Əgər saplaq üzərində bir yarpaq ayası varsa, belə yarpaqlar sadə. Yəni saplağın üzərində bircə dənə belə yarpaq ayası varsa, bu sadə yarpaqdır. Amma bir neçə yarpaq ayası olarsa, mürəkkəb yarpaqlar adlanır. Şəkillərə fikir verin. Deməli, burada göstərilib cökədir, toz ağacı, ağcaqayın, inci çiçəyi. Baxın, məsəl üçün cökədə bir dənə yarpaq saplağıdır. Bu bir yarpaq saplağının üzərində tək bir yarpaq ayası var. Digəri toz ağacıdır, bir yarpaq saplağıdır, bir dənə yarpaq ayası var. Deməli, bunlar sadə yarpaqlardır. Həmçinin bu da yəni çaşdırıcı olmasın. Bu özü belə çox yarpaq kimi görünə bilər, amma yox, bir dənə yarpaq saplağıdır və bir dənə də həmin o yarpaq ayasından təşkil edilmiş. Bu əslində bir dənə yarpaqdır. Sadəcə olaraq forması, yəni fərqli, müxtəlif formadadır. Həmçinin inci çiçəyində də bir dənə yarpaqdır. Amma digərləri mürəkkəb yarpaqlara gəldikdə akasiyadır, noxuddur, açabaldıdır, bir də çələkdir. Bunlar mürəkkəb yarpaqlara aiddir. Yəni saplaq üzərində bir neçə dənə yarpaqdır. Bu mürəkkəb yarpaqdır. Bir də əgər ki saplağın uc hissəsi tək yarpaqla qurtarırsa, bu tək lələkvari. Tək lələkvari yarpaq adlanır. Əgər ki saplağın uc hissəsi cüt yarpaqlarla qurtarırsa, bu cüt lələkvari yarpaqlar adlanır. Bir də burada açabaldıda sanki bu 5 dənədir. Yəni ki bir dənə saplaq üzərində 5 dənə yarpaq barmaq formasında olduğuna görə bu barmaqvari yarpaq adlanır. Burada isə bir dənə saplaq üzərində 3 dənə yarpaq olduğuna görə bu isə deməli üçər yarpaq adlanır. Çələkdə, moruqda, böyürtkəndə rast gəlinir. Bir də burada akasiya göstərilibdir. Tək lələkvaridə, ağ akasiyada tək lələkvaridir. Yəni sarı akasiyada var, ağ akasiyada var. Ağ akasiyada tək lələkvaridir, sarı akasiyada cüt lələkvari yarpaqlardır. Bu da belə. Bir də yarpaq düzülüşü. Deməli, yarpaq düzülüşünə gəldikdə, yarpaqlar 3 formada düzülə bilər. Növbəli düzülüş, qarşı-qarşıya düzülüş, bir də ki topal düzülüş formaları vardır. Növbəli düzülüş belədir ki, bir dənə buğum, keçən dərsdə demişdim ki, hər buğuma bir yarpaq birləşir bu şəkildə. Yəni bir dənə buğuma əgər ki bir yarpaq birləşibsə, növbəli şəkildə, yəni biri aşağıda, biri yuxarıda, yəni növbəli şəkildə düzülüb. Bu növbəli düzülüşdür. Qarşı-qarşıya düzülüş zamanı isə yarpaqlar bir-birinin, yəni önündə, qarşısında durub. Və qarşı-qarşıya düzülüşdə bir dənə buğuma 2 dənə yarpaq birləşir. Topalı düzülüşdə isə bir dənə buğumda minimum 3 yarpaq. Baxın, minimum həmişə 3 yarpaqdır. Çünki 2 dənə ola bilməz. 2 dənə olan artıq qarşı-qarşıya düzülüşdür. Amma minimum 3 dənə yarpaq düzülməlidir ki, o yarpağa topalı düzülüş deyilə bilsin. Bu şəkildə. Və məsəl üçün burada necə bir sual düşə bilər sizə? Deyər ki, bir də burada hansı bitkilər növbəli, hansılar qarşı-qarşı, hansılar da topalı düzülüşdür? Onlara baxaq. Məsələn, cökədir, almadır, toz ağacı bitkilərində növbəli düzülüşdür. Yasəməndir, gicitkəndir, nanə bitkilərində qarşı-qarşıya düzülüşdür. Qarğıgözüdür, oleandırdır, qatırquyruğu bitkilərində isə yarpaqların topalı düzülüşə malikdir. Tutaq ki, sizə deyə bilər ki, cökə bitkisində 5 dənə buğum var. Onda onun neçə dənə yarpaq var? Cökə necə düzülüşə malik idi? Növbəli düzülüşə. Növbəli düzülüşün bir buğumunda neçə yarpaq olur? Bir dənə yarpaq olur. Bəs əgər bunun 5 dənə buğumu varsa, deməli 5 dənə də yarpağı var. Tutaq ki, soruşsun, bu səfər gicitkən soruşsun. Tutaq ki, gicitkənin 8 dənə və yaxud da 10 dənə buğumu var. Onda onun neçə dənə yarpaq var? Əgər bir dənə buğumda 2 dənə yarpaq olursa, 10 dənə buğumunda da 10 vurulsun. 20 dənə yarpağı olacaqdır. Və yaxud da ki, sizə deyilir ki, qatırquyruğu bitkisinin 3 dənə buğumu varsa, minimum neçə yarpaq var? Minimum dediyinə görə həmişə 3-dən götürürsün. Çünki maksimum 4 də olar, 5 də olar, 10 da olar. Yəni çoxlu sayda ola bilər. Qatırquyruğunun tutaq ki, əgər 3 dənə buğumu varsa, bunun belə deyək, minimum 3 vurulsun, 3, 9 dənə də yarpağı olacaqdır bu şəkildə. Burada mütləq tapşırıqlarda baxırsınız, öyrəndiklərinizi yoxlayın. Burada aeroponika var. Aeroponika nədir? Aeroponika budur ki, baxın, torpaqdan istifadə etmədə, biz normalda yəni bitkini hara əkirik? Torpağa əkirik. Amma aeroponika torpaqdan istifadə etmədən bitki yetişdirmək üsuludur. Bu bitkilər kökləri havada asılı vəziyyətdə yetişdirilir. Baxın, burada da görürsünüz. İnternetdə də araşdıra bilərsiniz. Yəni orada daha yaxşı göstərilib. Aeroponikada baxın, torpaq yoxdur. Kökləri havada asılı vəziyyətdə qalıbdır.
Bəs yaxşı, bunlar necə qidalanır? Belə ki, aeroponikada köklərə mütəmadi olaraq birbaşa minerallar olan qidalı məhlulu çiləməklə, yəni belə deyək, suyu çiləməklə həmin köklər qidalanır. Ona görə də onların torpağa ehtiyacı yoxdur. Baxın, burada da göstərilibdir. Hansı ki, burada yəni müəyyən bir şərait yaradır. Onların yetişməsi üçün işıq lazımdır, rütubət lazımdır, temperatur lazımdır. Burada nəzarət sistemi var ki, hansı biraz çox, hansı və yaxud da ki, hansı biraz az olanda onu tənzimləyir. Məsələn, burada bitki köklərini görürsünüz, su çiləyirlər. Yəni tərkibində qidalı maddələr olan suyu püskürdürlər və bu şəkildə qidalanır. Belə. Burada qısa bir xülasə var. Sanki ümumi bölmənin xülasəsi verilib ki, biz əvvəlki dərslərimizdə də dedik ki, hüceyrələr idi, hüceyrələr toxuma əmələ gətirirdi, toxumalardan orqanlar, orqanlardan orqanlar sistemi və bütöv bir orqanizm yaranırdı. Burada çiçəkli bitkilərin ümumi bir xülasəsi verilibdi ki, çiçəkli bitkilərin orqanları vegetativ, generativ oldu. Vegetativ orqanları kök, gövdə, yarpaq, generativ çiçək, toxum, meyvə aid oldu. Kök 3 cür olurdu, 3 növü var idi. Əsas, yan, əlavə köklər, 2 cür kök sistemi var idi, mil, saçaq. Yəni sanki bütün keçdiklərimiz burada bir ümumiləşibdir. Ona görə də mütləq bir şəkildə bunlara baxırsınız, əzbərləyirsiniz. Və burada ümumiləşdirici tapşırıqlarda əvvəl özünüz yazırsınız, sonra da mən bunların izahını sizə verəcəm. Sağ olun.